Fiziki şəxs mənzilini başqa fiziki şəxsə, obyektini isə fərdi sahibkara icarəyə verir. Kirayə gəlirinə vergi hansı dərəcə ilə hesablanır? Vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2026-cı il yanvarın 1-dən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan fiziki şəxsə məxsus yaşayış sahəsinin başqa fiziki şəxsə kirayəyə verilməsindən əldə olunan gəlir 10% dərəcə ilə vergiyə cəlb olunur. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, bu vergini kirayəyə verən şəxs özü və ya onun təyin etdiyi vergi agenti bəyan edib ödəyir. Qeyri-yaşayış obyektinin fərdi sahibkara icarəyə verilməsindən əldə olunan gəlirdən isə 14% vergi tutulur. Bu vergini icarə haqqını ödəyən fərdi sahibkar ödəmə mənbəyində tutaraq büdcəyə köçürür.